Şah İsmayıl Səfəvi Xətai 14 yaşında hakimiyyətə gələn, 14 ilə 14 eli birləşdirərək vahid və indiyə qədər ən böyük Azərbaycan dövləti, Səfəvi dövlətini yaradan bir şəxsiyyətdir. Şah İsmayıl Səfəvi Xətai ilk dəfə türk dilini rəsmi dövlət dili elan edən dövlət başçısıdır. Halbuki, özlərini türk varisi hesab edən Osmanlıda dövlət dili fars dili idi. Bunun nəticəsidir ki, Azərbaycan dilində fars sözləri istifadə olunduğu kimi, fars dilində də türk sözləri öz yerini tapıb. Şah İsmayıl Səfəvi Xətai ilk dəfə türk dilində heca vəznində şeir yazan şairdir. Onun türk dilində yazdığı gözəl şeirlər meydana gəldikdə, şeiriyyata öz damğasını vurmuş fars dili ikinci plana keçdi. Məhz onun başlatdığı ənənə nəticəsində Məhəmməd Füzuli kimi dahi yetişdi. Şah İsmayıl Səfəvi Xətai ilk dəfə güləşi döşək üzərinə gətirən pəhləvan idi. Onun vaxtında zorxanalar, yəni güləş məşq zalları açılmışdı və Azərbaycana xas bu idman növü geniş yayılmışdı. Şah İsmayıl Səfəvi Xətai dahi strateq idi. Öz qoşunlarını 12 imamın eşqinə 12 yerə bölərək aypara şəklində düzərdi. Bu düzülüş zəif mərkəzə və güclü cinahlara malikdir. Düşmən zəif mərkəzi əzməklə məşğul olduğu zaman güclü cinahlar düşməni əhatə edir, qoşunu mühasirəyə alıb darmadağın edirdi. Gələcəkdə bu strategiyanı Həzi Aslanov öz tankları ilə həyata keçirəcək və ona ruslar Aslanovskaya Podkova, yəni Aslanov nalı adını verəcəklər. Şah İsmayıl Səfəvi Xətai bir fatih idi. Tarixi Azərbaycan torpaqlarını, Şimalı Ağqoyunlu və Şirvanşahlar dövlətini, yəni Albaniya, Cənubu Ağqoyunlu dövlətini, Atropatena və Qaraqoyunlu dövlətini, Anadolunu birləşdirərək vahid Azərbaycan dövləti olan Səfəvilər dövlətinin banisidir. Şah İsmayıl döyüşdə hücum taktikasına üstünlük versə də, heç vaxt yürüş edib qonşu dövlətlərin ərazisini zəbt və qəsb etməyib. Onun hər bir yürüşünün ya kiminsə onun dövlətinə meydan oxuması, ya da bir məzlumun imdadı nəticəsində olub. Bu da fatihlərə xasdır. Şah İsmayıl Səfəvi Xətai zəmanəsinin dindar lideri idi. O Bağdada daxil olarkən Bağdad əhli onu məhz belə tanıyaraq könüllü sürətdə şəhərin qapılarını onun üzünə açıb onu alqışla qarşıladı. Yalnız onun qurduğu hökumət dövründə əsrlər boyu inançlarına görə təqib olunan Əhl-i Beyt ardıcılları rahat nəfəs ala bildilər. O ilk dəfə olaraq Əhl-i Beyt məktəbini dövlət dini